Salam əziz Milli və sertifikasiya hazırlaşan müəllimlər. Hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə 25 iyun tarixində sertifikasiyanın qəbuluna düşən kurikulum suallarını izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videolarımızı bəyənib, şərh yazmağı və olduğunuz qruplarda paylaşmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurikulum, onlayn müsahibə dərslərimizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmə yaza bilərlər. Vaxt itirmədən keçək suallara. Birinci sualda deyir ki, müəllim yeni mövzuya başlayarkən sinifdəki bütün şagirdləri eyni dərs materialını paylayır. Eyni izahı verir və hamıdan eyni tapşırığı eyni müddətdə yerinə yetirməyi tələb edir. Tapşırıq zamanı zəif hazırlıqlı şagirdlər çətini çəkir. Yüksək səviyyəli şagirdlər isə tapşırığı tez bitirib darıxırlar. Buna baxmayaraq müəllim əlavə izah, alternativ fəaliyyət və ya fərqli resurs təqdim etmir. O hesab edir ki, bütün şagirdlərə eyni yanaşmaq ədalət prinsipinin təmin olunması deməkdir. Bu situasiyada müəllimin tətbiq etdiyi yanaşma ilə bağlı aşağıdakılardan hansı diferensial təlimə aid deyil? A-da deyir, şagirdlərin hazırlıq səviyyəsinə uyğun müxtəlif tapşırıqlar hazırlamaq. Bəli, yəni diferensial təlimdə biz bilirik ki, şagirdlərin hazırlıq səviyyəsi, maraqları və öyrənmə xüsusiyyətləri nəzərə alınaraq təlimin məzmununun, prosesinin, məhsulunun, hətta öyrənmə mühitinin uyğunlaşdırılmasını nəzərdə tutmalıyıq. Yəni bütün şagirdlərə eyni tapşırığın, eyni üsulla və heç bir uyğunlaşdırma aparılmadan təqdim edilməsi diferensial təlimin prinsiplərinə zidd hesab olunur. Ona görə A doğrudur. B də deyir, məzmun, proses və nəticəni şagirdlərin fərdi xüsusiyyətlərini uyğunlaşdırmaq. Bəli, diferensial təlim ilə different sözündən gəlir. Fərqli yanaşma, müxtəlif yanaşma deməkdir. C də deyir, şagirdlərin maraq və öyrənmə tərzinə uyğun müxtəlif metodlardan istifadə. Bəli, müxtəlif tapşırıq, müxtəlif metodlar, fərdi xüsusiyyətlər önəmlidir. Diferensial təlimin məğzini təşkil edir. C də doğrudur. Aid olmayan D bəndidir. Çünki D də deyir ki, bütün şagirdlər üçün eyni tapşırığı, eyni üsulla və eyni vaxt çərçivəsində dəyişiklik etmədən tətbiq etmək. Bu, absurd yanaşmadır. Çünki bütün uşaqlar eyni deyil. Hər bir şagird özü bir fərqdir. Hər bir şagirdin özünə xas xüsusiyyəti var. Ona görə də fərqli şəkildə vermək lazımdır ki, onların da belə deyim, marağına uyğun, qabiliyyətinə uyğun dərsi tənzimləyə bilək. Y-də deyir, şagirdlərin ehtiyaclarına uyğun əlavə dəstək və zənginləşdirici fəaliyyətlər təşkil etmək lazımdır. Bəli, bu da doğrudur. Onu da vurğulayım ki, qəbulda suallar eynən bu cürə düşmür. Yəni belə deyim, bu mövzudan düşür. Bu, yəni qəbuldan çıxan müəllimlərimiz deyirlər ki, məsələn, diferensial təliminə aid deyil. Belə bir sual düşmüşdü. Məsələn, cavab buydu. Mən də ona uyğun suallar hazırlayıram. Çünki bəzən müəllimlər deyir ki, müəllim, bu sual deyir, o sual deyir, mən də başa düşürəm. Yəni mən onları öz cümlələrimlə düzəldirəm ki, biləsiniz ki, bu mövzudan bu tipdə sual düşür. Eynən verilən, məsələn, sualları eynən verən müəllimlər də var. Yəni orada necə qəbula düşübsə, eyni formatda da mənə çatdırılır və həmən suallar da var əlbəttə ki, bunun içində. Ancaq bəziləri var ki, yenə deyirəm, hamısını ətraflı yadlarında saxlaya bilmirlər. Deyir ki, məsələn, taksonomiyadan 2 sualdır, cavabı anlamadır, cavab tətbiqdir, cavab dəyərləndirmədir. Buna uyğun bunu verir. Mən də onlara əsasən sualları hazır edirəm. Yəni deyirəm ki, əvvəlcədən biləsiniz. Belə, deməli, diferensial təlimdən sual düşmüşdü ki, bundan hansı aid deyil və cavab isə də aid olmayanı bu cürə cavab yəni düşmüşdü. Mən də ona əsasən sualları hazırlayıb sizlərə təqdim edirəm ki, biləsiniz, öyrənəsiniz, daha da yaxşı mənimsəyəsiniz, növbəti imtahanlara da hazırlıqlı şəkildə gedəsiniz. Deməli, 1 oldu D bəndi. 2-yə baxaq. Müəllim yeni mövzunu izah etdikdən sonra şagirdlərə həmin mövzu əsasında təqdimat hazırlamağı tapşırır. O, təqdimatın hazırlama mərhələlərini, slayd quruluşunu, məlumatın seçilməsi və vizuallaşdırılması, təqdim edilmə qaydalarını əvvəlcədən izah edir. Şagirdlər əldə etdikləri biliklərdən istifadə edərək təqdimatı hazırlayır və sinif qarşısında təqdim edirlər. Bu situasiyada şagirdlərdən əsasən hansı idraki mərhələ və bilik növü tələb olunur? Əlbəttə ki, tətbiq etmək və prosedural bilik. Niyə? Çünki şagirdlər müəllimin öyrətdiyi təqdimat hazırlama qaydalarını praktik şəkildə tətbiq edirlər. Onlar sadəcə məlumatı xatırlamırlar və yaxud da izah eləmirlər. Öyrəndikləri prosedur və ardıcıllıqdan istifadə edərək məhsul hazırlayırlar. Ona görə də bu fəaliyyət tətbiq etmək idrak mərhələsində
mərhələsinə və Bloom taksonomiyasını əlbəttə ki, tətbiq etmə mərhələsinə və prosedural bilik növünə aid olmuş olur. 2 oldu C bəndi. 3-ə baxaq. Müəllim şagirdlərə oxu mədəniyyətinin cəmiyyətə təsiri mövzusunda esse yazmağı tapşırır. Dərsin sonunda şagirdlər yazdıqları esseləri sinif yoldaşları ilə dəyişir. Müəllimin əvvəlcədən təqdim etdiyi qiymətləndirmə meyarlarına əsasən bir-birlərinin işini yoxlayırlar. Arqumentlərin əsaslandırılmasını dəyərləndirir və təkmilləşdirmə ilə bağlı rəy bildirirlər. Bu situasiyada şagirdlərin bir-birinin işinə rəy bildirməsi Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə aiddir? Əlbəttə ki, qiymətləndirmək və yaxud da dəyərləndirmək. Nəyə görə? Çünki şagirdlər əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında həmyaşıdlarının işini dəyərləndirir, əsaslandırılmış rəy verir və nəticə çıxarırlar. Bu da Bloom taksonomiyasının dəyərləndirmə mərhələsinə aiddir. Əgər esse yazma prosesi soruşulsaydı, həmin fəaliyyət yaratmaq mərhələsinə aid olmuş olardı. Cavab olur Y bəndi. 4-ə baxaq. Müəllim açıq dərsə hazırlaşır. O, şagirdlərdən Azərbaycan dili fənnində öyrəndikləri nitq mədəniyyəti mövzusu əsasında təqdimat hazırlamağı tapşırır. Təqdimat hazırlanarkən şagirdlər mövzu ilə bağlı məlumatları araşdırır. Eyni zamanda təqdimatı hazırlamaq üçün informasiya texnologiyalarından istifadə edir, vizual materiallar hazırlayır və təqdimat bacarıqlarını nümayiş etdirirlər. Bu situasiyada müəllimin təşkil etdiyi fəaliyyət hansı inteqrasiya növünə əks elətdirir? Əlbəttə ki, həm fəndaxili, həm də fənüstü inteqrasiya. Niyə? Fəndaxili inteqrasiya var. Çünki təqdimat Azərbaycan dili fənninin nitq mədəniyyəti mövzusu üzrə öyrənilən bilik və bacarıqlar əks elətdirir. Oxu, yazı, dil qaydaları. Bunlar əlbəttə ki. Yəni üfüqi inteqrasiya var. Həmçində fənüstü inteqrasiya da mövcuddur. Çünki şagirdlər təqdimat hazırlayarkən informasiya texnologiyalarından istifadə edir. Təqdimat bacarıqlarını, tədqiqat və ünsiyyət bacarıqlarını birləşdirərək müxtəlif sahələr üzrə kompetensiyalarını tətbiq edirlər. Bu səbəbdən situasiyada hər iki inteqrasiya növü müşahidə olunur. Həm fəndaxili, həm də fənüstü inteqrasiya. 4 B bəndi oldu. 5-ə baxaq. Sinfə yeni bir şagird qəbul olunur. İlk günlərdə bəzi şagirdlər onu oyunlara qoşmur. Onunla ünsiyyət qurmaqdan imtina edir. Ləqəb qoyaraq ələ salır və sinifdə özünü narahat hiss etməsinə səbəb olurlar. Müəllim vəziyyəti müşahidə edir və yeni şagirdin sinfə uyğunlaşmaqda çətinlik anlayır. Bu situasiyada müəllimin ilk növbədə atmalı olduğu ən düzgün addım hansıdır? A-da deyir, bullying edən şagirdlərlə fərdi söhbət aparmaq, davranışın səbəbini araşdırmaq, zərər çəkən şagirdi dəstəkləmək və sinifdə hörmətə əsaslanan təhlükəsiz mühit formalaşdırmaq. Əlbəttə ki, doğrudur. Cavab A bəndidir. Çünki bullying hallarında müəllim ilk olaraq vəziyyətə müdaxilə eləməlidir. Bullying edən şagirdlərlə fərdi şəkildə işləməlidir. Zərər çəkən şagirdi psixoloji cəhətdən dəstəkləməlidir. Sinifdə təhlükəsiz, inklüziv mühit yaratmalıdır. Və bu yanaşma kurikulumun təhlükəsiz təlim mühiti, effektiv müəllim-şagird münasibətləri prinsipinə uyğundur. Cavab A bəndidir. Yeni şagirdi başqa sinifə keçirtmək çıxış yolu deyil. Hadisəyə müdaxilə etmədən şagirdlərin problemi öz aralığında həll etməsini gözləmək, bu, belə deyim, yavaş-yavaş qar topasının böyüməsinə səbəb ola bilər. Əlbəttə ki, problem baxımından deyirəm. Bullying edən şagirdləri dərhal sinifdən uzaqlaşdırmaq, xeyr, bu da çıxış yolu deyil. Çünki nə qədər elə bir addım atsa, uşaqlar daha da belə deyək, aqressivləşərlər. Yalnız yeni şagirdə səbirli olmağı tövsiyə etmək, o zaman diferensiallıq pozulmuş hesab olunur. Cavabımız A bəndi oldu. 6-ya baxaq. Müəllim açıq dərsə hazırlaşır. O, şagirdlərdən Azərbaycan dili fənnində öyrəndikləri nitq mədəniyyəti mövzusu əsasında təqdimat hazırlamağı tapşırır. Təqdimat hazırlanarkən şagirdlər Azərbaycan dili fənnində qazandıqları biliklərdən istifadə edir. Eyni zamanda informatika fənnində öyrəndikləri təqdimat proqramları və rəqəmsal alətlərdən, təsvir incəsənət fənnində qazandıqları dizayn bacarıqlarından yararlanaraq təqdimatlarını hazırlayırlar. Bu situasiyada müəllimin təşkil etdiyi fəaliyyət hansı inteqrasiya növünü əks elətdirir? Əlbəttə
ki, həm fən daxili, həm də fənlər arası. Niyə? Fən daxili ona görə dedik ki, Azərbaycan dili fənninin öz mövzusu, yəni nitq mədəniyyəti çərçivəsində həyata keçirilir. Amma niyə fənlər arası? Çünki informatika və təsvir incəsənət fənlərində öyrənilən bilik bacarıqlarının təqdimat hazırlanmasında tətbiq olunması bir növ, yəni icra olunması ilə təmin olunmuş olur. Yəni burada konkret fənlər arasında əlaqə qurulduğu üçün bu fən üstü yox, fənlər arası inteqrasiyadır. Yəni bu sual belə deyim, qəbulda düşməndə fən daxili və fən üstü şəklində düşübdür. Sadəcə mən burada fənlər arası versiyasında hazırladım ki, yəni görəsiniz necə olsa fənlər arası olur, necə olsa fən üstü olur, necə olsa fən daxili olur. Cavabımız oldu B bəndi. 7-ci suala baxaq. Müəllim şagirdlərə məktəbin həyatında plastik tullantıların getdikcə artdığını göstərən fotoşəkillər və statistik məlumatlar təqdim edir. O bildirir ki, bu problem həm ətraf mühitə, həm də məktəb mühitinin sağlamlığına mənfi təsir göstərir. Müəllim şagirdləri qruplara bölərək onlardan problemin səbəblərini araşdırmağı, müxtəlif mənbələrdən məlumat toplamağı, alternativ həll yolları hazırlamağı, həmin həll yolları müqayisə edib ən səmərəli variantı seçməyi və həyata keçirilməsini üçün fəaliyyət planı hazırlamağı tapşırır. Bu situasiyada müəllim şagirdlərdə əsasən hansı bacarığın inkişafını hədəfləyir? Gəlin baxaq. Burada A-da nə deyir? Şagirdlərdən mövzu ilə bağlı faktları əzbərləmələri, müəllimin izah etdiyi məlumatları olduğu kimi xatırlamaları və dəyişiklik etmədən təqdim etmələri gözlənir. Əzbərləmək absurddur, ənənəvi qaydaya aiddir, ona görə olmaz. Şagirdlər müəllimin verdiyi hazır həll yolunu tətbiq edir, öz alternativ fikirlərini irəli sürmür və qərar vermə prosesində iştirak etmirlər. O zaman bu müəllim yönümlü prinsip hesab olunur, olmaz. Şagirdlər yalnız müxtəlif mənbələrdə məlumat toplayır, onları ardıcıl şəkildə təqdim edir və əlavə təhlil və nəticə çıxartmırlar. Yalnız təkcə kimi belə sözlər olaraq görəndə bilin ki 99% həmin variant yanlışdır. Yəni yalnız müxtəlif mənbə olmur ki, yəni müəllimin istiqamətləndirdiyi və yaxud da özlərinin də istədiyi əlavə təhlillərdən istifadə edə bilərlər. Şagirdlər əsas diqqəti təqdimatın dizaynına, slaydların vizual tərtibatına və çıxış bacarıqlarına yönəldirlər. Problemin həlli üzərində işləmirlər. O zaman problemin həllini necə taparlar? Cavabımız Y bəndidir. Şagirdlər problemin səbəblərini müəyyənləşdirir, müxtəlif həll yolları təklif edir, onları müqayisə edir, ən uyğun variantı seçərək əsaslandırılmış qərar qəbul edir və fəaliyyət planı hazırlayırlar. Bəli, bu situasiyada şagirdlər problemi müəyyənləşdirir, onun səbəbini araşdırır, alternativ həll yolları hazırlayır, onları müqayisə edir və ən səmərəli variantı seçərək əsaslandırır və fəaliyyət planı hazırlayırlar. Bu fəaliyyət problem həlli və qərar qəbul etmə bacarıqlarını inkişaf etdirir. Eyni zamanda şagirdlər tənqidi düşünmə, əməkdaşlıq və yaradıcı yanaşma nümayiş etdirir. Bloom taksonomiyasına görə bu proses əsasən təhlil etmək, dəyərləndirmək və yaratmaq mərhələlərini əhatə edir. Ona görə də cavabımız Y bəndi hesab olunur. 8-də müəllim 8-ci sinifdə məktəbdə enerji israfının azaldılması mövzusunda layihə fəaliyyəti təşkil edir. Dərsin əvvəlində o, şagirdlərə məktəbdə elektrik enerjisindən səmərəsiz istifadə ilə bağlı statistik məlumatlar, fotoşəkillər və qısa videolar təqdim edir. Daha sonra şagirdlər qruplara bölünərək problemin yaranma səbəblərini araşdırır, məktəbin müxtəlif hissələrində müşahidələr aparır, müəllim və şagirdlərlə müsahibələr keçirir, əldə etdikləri məlumatları təhlil edir və problemin həlli üçün bir neçə alternativ təklif hazırlayırlar. Qruplar hər bir təklifin üstün və zəif tərəflərini müqayisə etdikdən sonra ən səmərəli variantı seçərək onun həyata keçirilməsi üçün fəaliyyət planı hazırlayır və seçimin səbəblərini əsaslandırırlar. Bu situasiyada müəllim şagirdlərdə əsasən hansı bacarığın inkişaf etdirilməsini hədəfləyir? Baxaq. Şagirdlərin mövzu ilə bağlı fakt və anlayışları yadda saxlaması, müəllimin təqdim etdiyi məlumatları dəyişiklik etmədən xatırlaması və təqdim etməsi. Yəni bu şərt deyil ki, dəyişiklik etmədən yadda saxlanması, robot deyil uşaqlar. A getdi. Şagirdlərin müxtəlif mənbələrdə məlumat toplaması, həmin məlumatları sistemləşdirməsi və onları təqdimat şəklində sinfə çatdırması. Bu biraz natamam hesab olunur. Amma cavabımız C bəndidir. Şagirdlərin
şagirdlərin problemi müəyyənləşdirməsi, səbəbləri araşdırması. Çünki biz də əsasən problem üzərində qurmuşduq. Ona görə B bəndini tamamda deyirəm. C-də şagirdlərin problemi müəyyənləşdirməsi, səbəbləri araşdırması, alternativ həll yollarını müqayisə etməsi, ən məqsədə uyğun variantı seçməsi, qərarını əsaslandırması və fəaliyyət planı hazırlamasıdır. Bəli. Ona görə mən burada C bəndi götürürəm. Çünki bu situasiyada şagirdlər yalnız məlumat toplamaq və ya təqdimat hazırlamaqla kifayətlənmirlər. Ona görə B bəndini götürmədik. Çünki B-də eləcə təqdimat hazırlayırlar. Onlar problemi müəyyən edirlər, səbəbləri araşdırırlar, alternativ həll yolu hazırlayır. Yəni həmin bu variantları müqayisə edirlər. Ən məqsədə uyğun həll yolunu seçərək əsaslandırır, onun icrası üçün plan hazırlayırlar. Yəni bu fəaliyyətlər problem həlli, qərar qəbul etmə, tənqidi düşünmə, əməkdaşlıq və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirir. Bloom taksonomiyasına görə ümumiyyətlə bu fəaliyyət dəyərləndirmə və yaratmaq mərhələsini əhatə edir. 21-ci əsr bacarıqları baxımından isə əsas hədəf problem həlli bacarığının formalaşdırılmasıdır. Ona görə cavabım D bəndi, C bəndidir. D-də deyir, şagirdlərin informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təqdimatın dizaynı zənginləşdirməsi və auditoriya qarşısında çıxış bacarıqlarını nümayiş etdirməsi. Bu bizim çıxış yolumuz deyil. Problemimizi həll etmir bu. Y-də deyir, şagirdlərin müəllimin təqdim etdiyi hazır həll variantını tətbiq etməsi və tapşırığı verilmiş təlimata uyğun şəkildə yerinə yetirməsi. Müəllimin təqdim etdiyi hazır həll variantı olmaz. Şagird özü araşdırma aparmalıdır. Müəllim istiqamət verməlidir. Mən həmişə belə olanda deyirəm, moruqlu çay da istəmir yanında. İndi onun kimi hazır həll variantı istəyirsə moruqlu çay da istəmir ki. Cavabımız C bəndi olur. 9-a baxırıq. Müəllim dərs zamanı şagirdlərə bildirir ki, son aylarda məktəbdə mobil telefonlardan düzgün istifadə edilməməsi təlim prosesinə mənfi təsir göstərir. O şagirdləri kiçik qruplara bölərək onlardan bu problemin səbəblərini araşdırmağı, məktəbdə sorğu keçirməyi, müəllim və şagirdlərin fikirlərini öyrənməyi, əldə etdikləri nəticələri təhlil etməyi və problemin həlli üçün real tətbiq oluna bilən təkliflər hazırlamağı xahiş edir. Hər qrup öz təkliflərini əsaslandırır, digər qrupların təklifləri isə müqayisə edir və məktəb üçün ən səmərəli həll yolunu seçərək fəaliyyət planı hazırlayır. Bu situasiyada müəllim şagirdlərdə əsasən hansı bacarığın inkişafını hədəfləyir? Baxaq. A-da deyir, şagirdlərin problemin səbəblərini araşdırması, alternativ həll yollarını hazırlaması, bu yolları müqayisə etməsi, ən məqsədə uyğun variant seçməsi və qərarını əsaslandırması. Bəli, cavabımız elə A bəndidir. Çünki bu situasiyada şagirdlər hazır məlumatı qəbul etmirlər, onlar problemi araşdırır, səbəblərini müəyyənləşdirir, alternativ həll yolları hazırlayır, bu variantları müqayisə edir, ən səmərəli həll yolunu seçir və seçimlərini əsaslandırırlar. Bu fəaliyyət problem həlli, qərar qəbul etmə, tənqidi düşünmə, əməkdaşlıq bacarıqlarının inkişafına xidmət edir. Bloom taksonomiyasına görə də bu mərhələ qiymətləndirmə, yəni dəyərləndirmə və yaratmaq mərhələlərini əhatə edir. Ona görə cavabımız A bəndidir. B-də deyir, şagirdlərin müxtəlif mənbələrdən məlumat toplaması, onları qruplaşdırması və sinif qarşısında təqdim etməsi. Bu çıxış yolu hesab olunmur. C-də deyir, şagirdlərin müəllimin təqdim etdiyi qaydaları yadda saxlaması, onları olduğu kimi təkrarlaması və dərsdə tətbiq etməsi. Şagird özü araşdırma aparmalıdır. Olmaz. Şagirdlərin təqdimat proqramlarından istifadə etməklə rəqəmsal bacarıqlarını nümayiş etdirməsi. Bu çıxış yolu deyil. Çünki şərtdə başqa şey danışılır. Rəqəmsal bacarığın nümayişi yox. Problem həlli vurğulanır. Y-də deyir, şagirdlərin müəllimin verdiyi nümunəyə uyğun layihə hazırlaması və onu dəyişiklik etmədən təqdim etməsi. Burada dəyişiklik, layihədən birinci danışılmır, amma danışılsa belə onu dəyişiklik etmədən təqdim edəsə, onda onun üzərində nə iş aparmış olur, nə iş icra eləmiş olur. Ona görə də bu düzgün yanaşma deyil. Cavabımız A bəndidir. 10-cu sual. Müəllim 8-ci sinifdə məktəbdə sağlam psixoloji mühitin yaradılması mövzusunda layihə işi təşkil edir. Dərs zamanı şagirdlərdən biri bildirir ki, son vaxtlar sinifdə bəzi şagirdlər qrup işlərinə cəlb olunmur. Onların fikirlərinə əhəmiyyət verilmir və bu səbəbdən həmin şagirdlər dərslərdə pasiv iştirak etməyə başlayıblar. Müəllim mövzunu hazır şəkildə izah etməyə əvəzinə şagirdləri kiçik qruplara ayırır. O şagirdlərdən problemin səbəblərini araşdırmağı, müxtəlif tərəflərin fikirlərini öyrənməyi, mümkün həll yolları irəli sürməyi, hər bir həll variantını müəyyən meyarlar əsasında qiymətləndirməyi və sinif üçün ən səmərəli həll yolunu əsaslandıraraq təqdim etməyi tələb edir. Bu situasiyada müəllimin təşkil etdiyi fəaliyyət şagirdlərdə sizin hansı bacarığın inkişafına xidmət edir?
Baxaq. Şagirdlər sinif daxili münasibətlərlə bağlı nəzəri bilikləri mənimsəyir, müəllimin təqdim etdiyi məlumatları sistemləşdirir, əməkdaşlıq haqqında ümumi nəticələr çıxarır və öyrəndiklərini təqdim etməklə kifayətlənirlər. Xeyr, bu natamam cavabdır, tam cavab deyil. İndi gələk tam cavabı mən açıqlayacağam. B-də deyir, şagirdlər əsas diqqəti məlumat toplamağa, təqdimat hazırlamağa və çıxış etməyə yönəldir. Əldə etdikləri faktları ümumiləşdirərək sinifdə nümayiş etdirirlər. Bizim əsas səbəbimiz problemin yaranma səbəbini müəyyən etməkdir. Amma burada onu vurğulanmayıb. C-də deyir, şagirdlər müəllimin təklif etdiyi həll yolunu qəbul edir, onu qrup daxilində müzakirə edir və verilmiş tapşırığı müəllimin müəyyən etdiyi qaydalar əsasında yerinə yetirirlər. Bu da çıxış yolu hesab olunmur. Amma cavabımız D bəndidir. Niyə? Çünki şagirdlər problemin yaranma səbəblərini müəyyənləşdirir. Müxtəlif maraqlı tərəflərin mövqelərini nəzərə alır. Alternativ həll yolları hazırlayır. Həmin həlləri müqayisə edib qiymətləndirir. Ən məqsədə uyğun qərara əsaslandırır və onun həyata keçirilməsi üçün real fəaliyyət istiqamətləri müəyyən edir. Baxın, bu tam dolğun cavabdır. Digər variantlarda tam dolğun cavab hesab olunmur. Natamam, yarımçıq dayanır. Amma D bəndi tamdır. Çünki ümumiyyətlə bu tip suallar ümumiyyətlə hazırda yəni sertifikasiya imtahanlarında istifadə olunan məntiqə daha uyğun hesab olunmaqdadır. Çünki variantların hamısı müəyyən qədər düzgün hesab olunur. Yəni natamamlıq baxımından. Amma bizə tam cavab lazımdır. Amma burada belə deyək də, səbəblərin araşdırılması, problemin müəyyən olunması, alternativlərin hazırlanması, qiymətləndirmə, qərar vermə, əsaslandırma tam şəkildə əks olunur. Ona görə də burada cavabım bizim D bəndi hesab olunur. Y-də deyir, şagirdlər müxtəlif fikirləri dinləyir və onları ümumiləşdirir. Müəllimin rəhbərliyi ilə yekun nəticəyə gəlirlər. Lakin alternativ həll yollarının müqayisəsini və qərarın əsaslandırmasını həyata keçirmirlər. Görürsünüz, burada da tam getmirlər də. Hərəsində bir 50%, 60%, 70% hissəsinə kimi gəlib sonra dayanırlar. Amma D bəndi tam dolğun cavab hesab olunur. Bu qədər uğurlar.